Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Elemme vel mehdina ve sellem teslima. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu, my dear brother and companion Muhammed. Və aleyküm salam və rəhmətullahi və bərəkatuh, əziz ata. Mənə qatıldığın üçün təşəkkür edirəm. Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, əziz ata. Sizdən soruşmaq istəyirdim. Əməlsiz alim termini nə deməkdir? Thank you for that question. That's a very important question. And so we have in the religion of Islam scholars. Bu sual üçün sənə təşəkkür edirəm. Bu çox vacib bir sualdır. Xristianlıq, Yahudilikdə və digər hər dində olduğu kimi, İslam dinində də alimlər mövcuddur. This concept of there being good scholars and bad scholars. Muhammed və Ali Muhammedin rəvayətlərində yaxşı alimlər və pis alimlər, yəni sözləri əməllərinə və Muhammed və Ali Muhammedin sözlərinə uyğun olan əməl edən alimlər var. Bir də sözləri şirin, Muhammed və Ali Muhammedin kəlamlarından və təlimlərindən danışan, ağızlarından Peyğəmbərin sözləri çıxan, lakin əməlləri, davranışları bu sözlərə uyğun olmayan əməlsiz alimlər anlayışı mövcuddur. Odur ki, belələrinə əməlsiz alimlər və ya üləma qeyrül amilin, yaxud da üləma əs-su, yəni şər alimləri deyilir. Muhammed və Ali Muhammeddən nəql olunan bir çox rəvayətlər var ki, möminləri bu əməlsiz alimlər barədə xəbərdar edir. Və bu rəvayətlər göstərir ki, Mehdinin zuhur dövründə demək olar ki, heç bir İslam aliminə etibar etmək mümkün olmayacaq. Hətta bəzi rəvayətlərdə deyilir ki, alimlər müsəlmanların Mehdinin və Ali Muhammedin ən böyük düşmənləri olacaq. Başqa bir rəvayətdə isə deyilir, ümmətimə elə bir zaman gələcək ki, İslamdan yalnız adı qalacaq, yəni İslamdan əsər əlamət qalmayacaq. Sadəcə adı qalar. Qurandan isə yalnız şəkli və ya yazısı qalacaq, yəni Quranın ruhu qalmayacaq. İnsanlar özlərini müsəlman adlandıracaqlar. Amma əslində ondan ən uzaq kəslər onlar olacaq. Rəvayətdə daha sonra deyilir, onların alimləri göy qübbə altında onların ən şərliləridir. Fitnə onlardan çıxar, onlara da qaydar. Sonra hədis buyurur ki, çünki onlar şərli zalımları dəstəkləyirlər. Aydındır? Bəli. So now we have a reason why these scholars are so evil, and that is because they... İndi bilirik ki, bu alimlər niyə bu qədər şərdirlər? Çünki onlar əsasən zülmkarları, diktatorları dəstəkləyirlər. Onlar zülmkarların müsəlman xalqları üzərində hakimiyyətini təmin edən, onları idarə edən vasitəçilərdir. Dini zülm və təzyiqə alət edərək kütlələri qorxudurlar və Allah üçün deyil, şərli tağutlar üçün danışan vasitəçilər olurlar. Rəvayətlərdə deyilir ki, Mehdi gələndə onun İslam alimlərindən daha böyük düşməni olmaz. Bu çox vacib məqamdır. Çünki istər sünni olsun, istərsə də şiə və ya sufi olsun, alimlərin çoxu yalan danışır. Than the scholars of Islam. And this is a very important point because a lot of scholars lie and they... Cəmaata belə təsəvvür verirlər ki, xalq Mehdini alimlər birləşib, bu şəxs Mehdidir deyə elan etdiyi zaman tanıyacaq. Will know the Mahdi is when the scholars kind of are united in declaring that this... Halbuki rəvayətlər əksini deyir. The narrations actually state the opposite. And that's why Imam Ahmed al-Hasan alayhi in one of his most important speeches, he says... Buna görə İmam Əhməd əl-Həsən əleyhissalam ən vacib çıxışlarından birində belə deyir. Muhammed və Ali Muhammedi axır zaman alimlərindən soruşmazdan öncə axır zaman alimlərini Muhammed və Ali Muhammeddən soruşdunuzmu? On any Mahdi at all, because them uniting on a Mahdi means the end of their empire, right? Görürük ki, əslində alimlər heç bir Mehdi üzərində ittifaq etmirlər. Çünki onlar bir Mehdi üzərində ittifaq etsələr, bu onların imperatorluğunun sonu olar. Onların kiçik dini bazarları və din ticarətləri bitər. Allahın adı ilə qazandıqları mənfəət əldən çıxar. Bundan əvvəl ravinlər, fariseylər və kahinlərdə olduğu kimi.
was basically supported by the scholars of that time. So the scholars always take the side of enmity. They're always Həmçinin qeyd etmək vacibdir ki, heç peyğəmbərin həyatında öz dövrlərinin alimləri peyğəmbərlərə əsla dəstək olmayıblar. Alimlər həmişə düşmən tərəfdə olublar. Həmişə dövrlərinin Allah tərəfindən təyin olunmuş nəbisinə, elçisinə, imamına qarşı çıxıblar. From the Prophet Muhammad in which he states basically that if you see the scholar at the door of the king, meaning he's being controlled. Bu reallıq, bu üzücü reallıq müasir dövrdə bundan daha aydın görünə bilməzdi. Muhammed peyğəmbərdən bir rəvayət var ki, belə buyurur: Əgər alimi hökmdarın qapısında görsən, yəni hökmdar tərəfindən idarə olunur, hökmdardan maaş alır, hökmdarın istədiyini dəstəkləyir və həyata keçirirsə, alimə yox və hökmdara da yox de. Going back to the religious scholars and asking for their advice and them being above him, then say yes, okay to the scholar and yes to the ruler. Bu ilahi alim yox, əməlsiz alimdir. Batil hakimiyyətlərin şeytan alimidir. Amma əgər hökmdar din alimlərinə dönüb onların məsləhətini alırsa və onlar ondan üstün olursa, alimə və hökmdara bəlidir. Və müasir dövrdə, bugün bütün dırnaqarası müsəlman ölkələrində, Mərakeşdən qərbə, oradan da ta İrana və İraqa qədər, bu hökumətlərin hər birində Vizaratul Əvqaf dedikləri bu cür dini nazirliklər qurulduğunu görürük. And appoints the particular imams of the various masjids or mosques throughout the country and they kind of. Bu nazirliklər ölkədə müxtəlif məscidlərin imamlarını təyin edir və onları idarə edir. Onlara hansı çıxışları etmələri lazım olduğunu verirlər. Çıxışlar adətən hökuməti dəstəkləyir. Hökmdarın siyasətini müdafiə edir. Məsələn, əgər hökmdar İsrailə qarşıdırsa, məscidlərdə axundlar İsrailə lənət oxuyur. Amma hökmdar İsraillə yaxşı əlaqələr qurmaq istəyirsə, o imamlar Fələstinə dəstək verməyi və ya Fələstin xalqının mənafeyinə danışmağı qadağan edir, ya da Qəzzada, Fələstində baş verənlərə qarşı çıxmağı qadağan edir. Məsələn, Səudiyyə Ərəbistanında belə halları görürük. İnsanlara siyasətdən uzaq durmaları, hökmdarı dəstəkləmələri deyilir. Axundlar hökmdarın səlahiyyətlərini möhkəmləndirən rəvayətlər danışırlar. Sən bunu yaxşı bilirsən. Çünki uzun müddət orada yaşamısan. Elə deyilmi? Bəli, ata. Sən özün Mərakeşdənsən. Bəli, ata. Orada nələrə şahid olurdun? Eyni şeylərə, ata. Əməlsiz alimlər, sən dediyin kimi, Vizaratul Əvqaf. Biz hətta cümə namazında da bunu görə bilirik. Hamısı eyni çıxışı edir. Hamısı. Elə bil, həqiqətdə alimlər bir kənara qalıb, hökmdarlar millətin alimlərinə çevriliblər. Hökmdarlar alimləri istədiklərini deməyə yönləndirirlər. Deyirlər ki, hökmdara qarşı çıxmaq fitnədir. Hökmdarın dediyi və gördüyü şey onun haqqıdır. Onlar da eyni baxışdadırlar. Bu sadəcə zülmdür. Söz və iman azadlığı yoxdur. Məsələn, Mərakeşin kralı dedikləri adam şərli bir kraldır. Allah tərəfindən təyin edilməyib. Bütün alimlər Allahın yox, onun sözcüsü olublar, ata. Okay. So we have a situation in Morocco today, which leads us into actually a question that we've received as well. Yaxşı. İndi Mərakeşdə vəziyyət belədir. Və bu bir sual doğurur ki, ərəb dilli izləyicilərimizdən bir çoxu bizdən soruşur. Arisen in Morocco and he's began to appear a lot in social media. He's a Kərkəri. Mərakeşdə bir şəxs ortaya çıxıb və sosial mediada gündəm olub. O, Kərkəridir. Süfeyyə Kərkəriyyə təriqətinin rəhbəridir. Yəni, sufi ustadıdır. Has a video. Let's hear what he has to say in order that we can determine whether or not he is a righteous scholar or a non-righteous scholar. Onun bir videosu var. Gəlin onun nə dediyinə baxaq. Görək o əməl edən bir alimdir, yoxsa əməlsiz alimdir. Onun haqqında eşitdiyimiz odur ki, ölkələr arasında səyahət edir. İnsanları sufizm yoluna dəvət edir.
Right? And he's basically taking also pledges of allegiance. Görünür ki, o, özünün və ya ətrafındakı insanlar onun Mehdi olduğuna vurğu vururlar. O insanlardan beyyət də yığır. Ona Muhammed Peyğəmbərin nəvəsi deyirlər. Bəzi videolar var ki, güya o, Səudiyyə Ərəbistanı krallığında hörmətlə qarşılanır və ona Muhammed Peyğəmbərə aid bir müqəddəs əmanət və ya bu növdə bir şey təqdim ediblər. Gəlin görək, bu dırnaqarası Peyğəmbər nəvəsi, Mehdi olduğu iddia olunan bu şəxs nə deyir? Sonra qiymətləndirərik. Əmməl Məğrib kədəvlə, kəvatan, əvvələn, nəftaxir mərrətən uxra. Mərakeş dövləti və vətən kimin? İlk növbədə, biz krallıq olmağımızla böyük qürur duyuruq. Krallıq nə deməkdir? Bizim bir kralımız, bir sultanımız var və bu sultan dəyişmir və alternativi yoxdur. O, rəhman olan Allaha qovuşanda belə, onun yerinə öz nəslindən biri gəlir. يرثها أبا عن جد هكذا تسري أبا عن أب عن جد وهي سائرة فيها. Başqa sözlə, krallıq davam edir. Atadan oğula ötürülür. Nəsildən nəslə miras qalır və belə davam edir. ونسري على نهجه ودربه وعلى رايته أبا عن جد. Bu, insana aramlıq verir. Biz vətənimizi və kralımızı olduğu kimi qəbul edirik və onun yolunu, bayrağını nəsildən nəslə izləyirik. Bu qədim irsdir. Atalarımızdan bizə qalıb. Üçüncü və daha böyük məqam isə budur ki, Mərakeşin sultanı və hökmdarı kimdir? O, Peyğəmbərin nəslindəndir. Bu böyük qürur mənbəyidir. Peyğəmbər buyurub ki, mən sizə Allahın kitabını və itrətimi əmanət qoyuram. Beləliklə, onun nəsli bizim bayrağımız və rəhbərliyimiz altındadır. Biz kralımıza möminlərin əmiri deyirik. Çünki o, Peyğəmbərin nəslindəndir. Bu bizim üçün böyük bir qürur mənbəyidir. Təkcə belə bir mənəvi bərəkət ilə bu torpaq öz kralının, öz sultanının adı ilə mübarək sayılmazmı? Üstəlik, Mərakeş müqəddəslərin torpağıdır. Okay, so that was quite interesting video, and I think that that one video tells us everything that we need to know about this particular individual. Aha, bu olduqca maraqlı video idi və düşünürəm ki, bu video həmin şəxs haqqında bilməli olduğumuz hər şeyi bizə deyir. O çox şey deyir ki, bizim bunlarla bağlı dərin problemlərimiz var və onunla tamamilə zid fikirdəyik. Biz onun sözlərinə qarşıyıq. Çünki bu, Muhammed və Ali Muhammedin sözləri ilə uyğun gəlmir. Bu şeyxin Muhammed Peyğəmbərin ailəsi ilə heç bir əlaqəsi ola bilməz. Əsla. We have specific narrations from Muhammad and the family of Muhammad that says that the title of Prince of the Believers is reserved for... Səbəbləri nədir? Səbəb budur ki, birincisi, Mərakeş kralı özünü möminlərin əmiri adlandırır. Amma Muhammed və Ali Muhammeddən xüsusi hədislər var ki, möminlərin əmiri titulunun yalnız bir nəfərə məxsus olduğunu deyir. O da İmam Əli ibn Əbu Talibdir, əleyhissalam. O, vəsilərin ən yaxşısı, Muhammed Peyğəmbərin, sallallahu aleyhi və aleyh, xəlifələrinin ən yaxşısıdır. Və Əli ibn Əbu Talibdən, əleyhissalam, başqa kim özünü möminlərin əmiri adlandırırsa, o şəxsin yalançı olduğunu bilməlisiniz. Həmçinin bilin ki, o şəxs kişilərlə müəyyən hərəkətlər edir. Aydındır, bunu deyən hədislərdir və bizə belə şəxslər barəsində xəbərdarlıq edir. Hədislərdən aydın olur ki, onlar saxtakardırlar və əslində Muhammed və Ali Muhammedin düşmənləridir. Ona görə də onun çağırdığı şəxs, kral, zaten elə bir şəxsdir ki, biz bunu Əhl-i Beyt əleyhissalam ilə əlaqələndirə bilmərik və bunu ciddiyə ala bilmərik. İkincisi, o, bu kralı böyük bərəkət kimi müdafiə edir və deyir ki, bu kral əslində Mərakeş irsinin bir parçasıdır. Yəni, Misirlilər üçün piramidalar necə irsdirsə, Mərakeş kral ailəsi də elədir. Halbuki onlar Mərakeş xalqının bütün sərvətlərini talayan, insanlara böyük zülmlər edən şəxslərdir. O, onları xalq üçün böyük bir irs adlandırır və onlara şükr etməyi tövsiyə edir. Həmçinin deyir ki, onların olması insanın özünə, nəfsinə aramlıq verir
Şeytandan ya da maaşını verən, onu bu cür çıxışlar etməyə məcbur edən hökumətdən başqa mən bilmirəm, o bu sözləri hardan çıxarır. O həmçinin deyir ki, bu ailənin bizim üzərimizdə kral olması da uyğundur. Çünki onlar Muhammed Peyğəmbərin nəslidir. Əhl-i Beytdən bir hədisdə deyilir ki, Muhammed Peyğəmbər vəfat etməzdən əvvəl dedi, sizə 2 şey qoyub gedirəm ki, onlardan yapışmalısınız. Allahın kitabı Quran və mənim itrətim, Əhl-i Beytim, ailəm, nəslim, ev əhli. Bu ev əhli ifadəsi Həzrət Muhammedin ailəsindən xüsusi şəxslərə aiddir. These words are referring to specific individuals from the family of Muhammad. Sunni and Shia sources Həm Sünni, həm də Şiə mənbələri açıq şəkildə bildirir ki, bu termin Muhammed Peyğəmbərin bütün arvadlarına şamil deyil. Əslində heç birinə şamil deyil. Ümmü Sələmə bunu bir hədisdə aydın şəkildə bildirib. O deyir ki, Əhl-i Beyt termini yalnız Fatimə-i Zəhra salamullahi əleyha, İmam Həsən və İmam Hüseynə, yəni Muhammed Peyğəmbərin 2 nəvəsinə, Fatimə-i Zəhranın uşaqlarına aiddir. Children of Fatimah az-Zahra, who was the daughter of the Prophet Muhammad. It also applies to the Prophet Muhammad himself and to his cousin, the husband of Fatimah az-Zahra, Imam Ali ibn Abi Talib alayhis salam. Həmçinin bu termin Muhammed Peyğəmbərin özünə və Fatimə-i Zəhranın həyat yoldaşı, Peyğəmbərin əmsi oğlu, İmam Ali ibn Abu Talib əleyhissalama da aiddir. Bu şəxslər Əhl-i Beytdir. Həmçinin İmam Hüseynin əleyhissalam nəslindən onun vəsiləri olan imamlardır. Onlar İmam Hüseynin nəslindən olan 9 imamdır ki, Zeynəl-Abidin ilə başlayır və İmam Mehdiyə qədər və sonra İmam Mehdinin vəsiləri 12 Mehdiyə qədər uzanır. Bunlar Əhl-i Beytdir. Bu şəxslər məsumdurlar və onlara itaət etmək vacibdir. Çünki onlara itaət bizi heç vaxt haqq yolundan azdırmır. I'm leaving behind for you 2 things to hold on to, the Quran and my Ahlul Bayt, because the Quran is of no use without the Ahlul Bayt. Buna görə də Muhammed Peyğəmbər aydın şəkildə deyir, mən sizə 2 şey əmanət qoyub gedirəm ki, onlardan yapışmalısınız. Quran və Əhl-i Beytim. Çünki Əhl-i Beytsiz Quranın heç bir faydası yoxdur. Çünki Əhl-i Beyt məsum təfsirçilər və ümmətin rəhbərləridir və hər bir fərdin onlara tabe olması vacibdir. 70,000 believers, he holds up the hand of Ali ibn Abi Talib alayhis salam and he says, whoever I'm the master. Ümmətin Muhammedə tabe olması vacib olduğu kimi, bu şəxslərə tabe olması da vacibdir. Ona görə də Peyğəmbər vəfat etməzdən əvvəl 70.000 müsəlmanın önündə dayanır, İmam Ali ibn Abu Talibin əleyhissalam əlini qaldırır və deyir, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. O deyir ki, bütün elm, ona aid olan hər şey onun Əhl-i Beytinə də aiddir. İndi bu alim hiylə ilə cəmaatı aldatmaq istəyir. Allahın əhlinə və Allahdan olan bir qadına, Fatimə-i Zəhraya aid olanı götürüb, bunu Mərakeşdəki bu şəxslərə, yəni bu murdar krala və onun ailəsinə tətbiq etmək istəyir. Və bunu etməyə çalışdığı üçün Muhammed və Ali Muhammedin hədislərinə görə bu şey, bu alimi avtomatik olaraq Allahın lənətinə düçar edir. Hətta İslamın hüdudlarından tamamilə çıxarır. Yəni o, nəinki Mehdi deyil, hətta müsəlman belə deyil. Əksinə, göy qübbə altındakı ən pis məxluqlardan biridir. Muhammed və Ali Muhammedin hədislərində belə alimlər haqqında deyilir ki, Peyğəmbər deyib ki, o, öz ümməti üçün bu cür alimlərdən daha çox qorxur. Nəinki Dəccalın fitnəsindən və ya Muaviyyənin oğlu Yezidin ordusundan. Görün bu cür alimlər nə qədər təhlükəlidir və bəli, bu çox böyük bir utancdır. Çünki bu cür şəxslər yamaqlı paltarlarla gəzirlər. Peyğəmbər və onun Əhl-i Beytinin öyrətdiklərinin əksini təbliğ edirlər. Peyğəmbər və onun Əhl-i Beytinə aid olanı oğurlayırlar. Xalqın beyyətini İmam Mehdidən uzaqlaşdırıb, Mərakeşdə özünü möminlərin əmiri adlandıran bir kral kimisinə yönətmək istəyirlər. Bu çox böyük bir faciədir. In Morocco, it's such a
tragedy. Allahın lənəti onların üzərinə olsun. Ey Mərakeş xalqı, nə vaxt oyanacaqsınız bu yuxudan? İmam Mehdi zuhur edib və sizi Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin vəsiyyətinə çağırır. Zəlalətdən qorunmağın yolu məhz budur. Əgər ondan yapışsanız, əsla azmazsınız. Onlar vəsiyyəti sizdən gizlətdilər. Niyə? Ona görə ki, sizə axirət zamanın bu kralları haqqında yalan desinlər. Siz hamınız bu Həsəni, bu 6-cı Muhammədi yaxşı tanıyırsınız. Onu bütün dünya tanıyır. Özünü möminlərin əmiri adlandırır. Amma çıxışlarında sizə yalan danışır. Deyir ki, babam Allahın rəsulu filan şey dedi. Bunların hamısı yalandır. Mehdi bax, buradadır. Allah səni qorusun. Salam olsun sənə və təşəkkür edirəm. Təşəkkür edirəm.